Atom və nüvə fizikasından olan 55-ci məsələ də çox maraqlı məsələlərdən biri hesab edilir və uşaqlar, əsasən şagirdlər bu 55-ci məsələnin şərtini, izahını yazmaqda çətinlik çəkirlər. Ona görə də mən düşündüm ki, bu məsələnin həllində sizə köməklik edim. Demək ki, biz burada şərti oxuduqda nə görürük? Deyir ki, enerji səviyyələri təsvir edilmiş. Atomun bir səviyyədən digərinə keçəndə şüalanan və udulan fotonların dalğa uzunluqları göstərilmişdir. Atom bir səviyyəsindən 3 səviyyəsinə keçdikdə udulan fotonun dalğa uzunluğu nəyə bərabərdir? Aha. Demək ki, bir səviyyəsindən 3 səviyyəsinə keçəndə bizim fotonumuzun dalğa uzunluğunu tapmaq üçün, yəni bizdən nə istəyir? Lambda 1, 3 istəyir. Tamam, o zaman tapmağa çalışaq bunu. Uşaqlar, bura baxanda mən nə görürəm? Görürəm ki, Y1 Y3-ə keçdikdə şüalanıb udulan enerji digərlərin cəminə bərabərdir. Yəni Y1 Y3 bərabərdir. Y2 3 üstə gələn Y2 1. O zaman məndən dalğa uzunluğunu istədiyi üçün mən Y-lərin düsturlarını gətirməliyəm dalğa uzunluğuna. Bunun üçün yazacağım. HC bölünsün lambda 1 3 bərabər HC bölünsün lambda 2 3 üstə gələn HC bölünsün lambda 2 1. Buradan HC-lərin hamısını yığçar aparsam, məndə qalacaq 1 bölünsün lambda 1 3 bərabər 1 bölünsün lambda 2 3 üstə gələn 1 bölünsün lambda 2 1. İndi məndən lambda 1 3 istədiyi üçün bunu burada olduğu kimi saxlayıram. Bu verilən hansı ki tərəfi sadələşdirəcəm. Bunlara ortaq məxrəc götürərəm. Lambda 2 3 vurulsun. Lambda 2 1. O zaman buna lambda 2 1 düşəcək. Buna da düşəcək lambda 2 3. O zaman vuraq. Burada olacaq lambda 2 1 üstə gələn lambda 2 3. Baxıram ki, verilənlər var. Onda 1 bölünsün. Lambda 1 3'ümüz olduğu kimi qalacaq. Lambda 2 1'i baxıram ki, mənə 400 veribdir. Lambda 3 2'ni də veribdir mənə 600. Burada cəmləyirəm uşaqlar. Aşağıda da vuracam. Onda olacaq burada 400 vurulsun 600. Bərabərdir. Onda burada qalacaq 1000. Burada da olacaq 24 240 min. Burada da 1 bölünsün lambda 3'tür. Aha. Onda burada nə edirik biz? Baxırıq ki, bu 3 sıfırla 3 sıfır getdi qaldı 1 bölünsün 240. Bizdən də burada lambda 3 istədiyi üçün lambda 3'ü vuracam 1'ə çarpaz 1 3 bərabərdir. 240'ı da vuracam 1'ə. Cavabımı alacam 240 nanometr. O zaman cevabım olacak B variantı.